Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bugün sizlərə növbəti bir sual tipi ilə qarşınızdayıq. Sual belədir: Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin misala daha yaxından baxaq sualımıza. Deməli, əvvəlcə gördüyünüz kimi bizə burada verib ki, def funksiyamız var. Biz bilirik ki, def funksiyamızın hər zaman aşağı hissəsindən, yəni return-dən aşağıdan başlamalıyıq. K 5-dir, M 12-dir. K-nın və M-in yerinə gətirib qiymət yazacağam. Deməli 5 və 12. Və mən bunu gətirib yuxarıda def funksiyamızda HES-in yerində, yəni A-nın B-nin yerinə 5 və 12 qiymətlərini qeyd edəcəm. Və burada hesablayacağım. S bərabər A plus B. 5-in üzərinə 12 gələcəm. Mənə verdi 17. S-in qiyməti 17-dir. Deyirəm ki, 5 12-dən böyükdürmü? Xeyr. Xeyr dediyi üçün gəldim, düşdüm nəyə? Else-yə. Else də deyir ki, S-dən B-ni çıx. Yəni 17-dən 12-ni çıx. Mənə qaldı nə? 5. Daha sonra gəlirəm burada S-imi hesablayıram. S plus 10. S-im ən son 5 idi. 5-in üzərinə 10 gəldim. Aldım mən cavab 15. Burada return S mənə verdi nə? 15 qiyməti. Deməli, return mənə qaytardığı qiymət zaten elə HES KM-in qiymətidir. Burada gəlib printə mən ən son nə aldım? 15 almış oldum. Belə əziz müəllimlər, növbəti sual videolarımızda görüşmək ümidi ilə. Hələlik.